Bəzən fikir vermisiniz, insanların yanında sanki qəbul edilmədiyinizi, görünmədiyinizi düşündüyünüz anlar olur və yaxud da bir dost qrupuna mesaj yazdığınız zamanlarda sizin mesajınızı görməklərinə rəğmən sanki o qədər də önəmli deyilmiş kimi reaksiya verərək heç nə etmirlər, cavab yazmırlar və bir nöqtədən sonra artıq bu sizdə öz dəyərinizi sorğulatmaq üçün bir stimul yaratmaya başlayır ki, həqiqətən mən kiməm, nə qədər dəyərliyəm, ümumiyyətcə bu insanların məni görməməsi həqiqətən də real bir səbəbdir kimi mən dəyərsizəm və yetərsizəm. Və bu gün istəyirəm ki, bundan həm ibtidai sinifdə, həm orta məktəbdə çox ağır şəkildə əziyyət çəkmiş hər videoda da bir təcrübəm var və düşünürəm ki, bu yaxşı bir haldır əslində ki, təcrübəsi olan birinin danışması və bunun öhdəsindən gəlmiş birinin danışması daha çox kömək eləyir. Qəti şəkildə məsləhət vermək istəmirəm, çünki məsləhətlərin heç bir şəkildə işə yaramadığının bizzat özüm şahidiyəm və bu gün əlimdə bəzi qeydlər var. Praktiki şəkildə bunları etsəniz artıq özünüzdə o qəbul edilmədiyi zaman, görülmədiyi zaman incinən tərəfi görüb onun üstündə şəfalanma prosesi apara bilərsiniz. Və çox vaxt itirmədən birinci maddəmizdən başlayaq. Nəyə görə belə hiss edirəm, nəyə görə qəbul edilmədiyim, sevilmədiyim zamanlarda belə sanki çox ağırlı bir hal yaşamış kimi, hətta bəzi hallarda fiziki ağrı yaşamışmış kimi hiss eləyirəm. Bu haqqda danışaq. Əslində bəzi klinik araşdırmalar aparılır və çox qəribə bir şəkildə qəbul edilmədiyimiz, sevilmədiyimiz, insanlar tərəfindən diqqət görmədiyimiz zamanlarda beynimizin fiziki ağrı mərkəzinin aktivləşməyə başladığı görülür həmin araşdırmalarda və buradan biz anlaya bilirik ki, həqiqətən də o deyirik, məsələn, qəbul edilmədiyim, sevilmədiyim zamanlarda biri məni sevməsə, sanki qəlbim yerindən çıxacaqmış kimi hiss eləyirəm, qəlbimin ağrıdığını hiss eləyirəm. Bunu indiyə qədər biz metaforik bir ifadə kimi qəbul etmişik, amma əslində bu araşdırmalardan görürük ki, həqiqətən beynimiz fiziki ağrı olaraq qəbul edir insanlar tərəfindən görünməməyi, eşidilməməyi və s. kimi. Bəs nəyə görə beynimiz bu qədər ağrını həmin o rədd edilməklə, qəbul edilməməklə kodlaşdırıb? Bunu əslində utanmaq videosunda ətraflı şəkildə danışmışdıq. Buralara bir yerlərə qoyacağam. Əgər izləməmisinizsə, izləmənizi tövsiyə edirəm. Ümumiyyətcə, biz artıq keçmişdən etibarən qruplar, qəbilələr şəklində yaşamağa alışmış canlılar olduğumuz üçün bizim üçün artıq qrupdan ayrı düşmək, rədd edilmək, qrupun daxilində o impostor fərdi olmaq artıq ölüm kimi sayılmaya başlayır. Nəyə görə? Çünki bir işi əgər 5 nəfər görürdüsə və yaxud da bir yırtıcı hücum etdiyi zamanlarda bunun öhdəsindən hamınız gəlirdinizsə, artıq bunu edə biləcəyiniz insanlar olmur tək qaldığınız zaman və siz o qrupun tək fərdi olursunuz. Qrup daxilindən çıxmış və avtomatik ölümlə üzləşmiş sayılırsınız. Ona görə də bu bizim beynimizdə artıq bir sadə koddur ki, əgər tək qalıramsa və yaxud da rədd edilirəmsə, bu o deməkdir ki, mən ölümlə üz-üzə qalıram. Və bu da təbii ki, bizim beynimizdə ölümə qarşı, o beynin həyatda qalmaq funksiyasına kömək edən fiziki ağrı mərkəzini oyatmaya başlayır ki, bax, harda rədd edilmə görsən, harda sevilməmə görsən, bu o deməkdir ki, sən ölümdən üz-üzəsən. Bu yəni çox sadə və keçmişdən gələn bir kod olduğu üçün bugün klinik araşdırmalarda, fMRI cihazlarında da biz həmin beyin mərkəzinin rədd edilmə zamanı aktivləşdiyini görə bilirik. Digər tərəfdən məsələyə baxdıqda insanlar düşünür ki, yaxşı afərin deyirsən ki, bu hər kəsdə olan bir şeydir. Bəs nəyə görə bəzi insanlar, məsələn, tanışı yanından keçdiyi zaman ona salam verməyəndə çox aşırı belə reaksiya verir və onu sevmədiyini, onu saymadığını düşünür. Amma bəziləri də bunu heç vecinə almır. Orada bir səbəb tapır ki, bəlkə də kefi yoxdur, ya da məni görməyib və s. kimi. Bu iki insan arasındakı fərq nədir? Əgər hər kəs eyni inkişaf mərhələsini keçibsə, bu çox haqlı bir sualdır və bir zamanlar mən də vermişdim bu sualı. Burada baxacağınız şey, fərqlilik yaradan şey ailə modelinizdir. Əgər ailənizdə çox ehmalkar, sizin səhvlərinizi daim üzünüzə vuran valideynlərlə böyümüsünüzsə, artıq o həssasiyyəti, hamıda olan o duyğunu qaldırmış olursunuz. Həssasiyyət səviyyəsini artırmış olursunuz. Çünki zaten hər kəsdə var, amma sadəcə həssasiyyətlə fərqlənir ki, bu insanda 70%-dir, bu insanda 30%-dir və s. kimi və bu ailə ilə böyüyən bir insanda artıq tetiklənmə yaranır hər şeyə qarşı. Hər şeyi düşmən kimi görməyə başlayır. Biri ona salam verməyəndə belə
Elə düşünür ki, o insan ona zəhləsi gedir və sair və sair kimi hallarda. Və terapiyada da zaten işlədiyiniz zaman bunları işləyirsiniz ən dərin şəkildə. O inancları, o həssasiyyəti düzəldirsiniz ki, yalan yanlış illüziyalarla özünüzə ağrı verməyəsiniz. Amma digər tərəfdən çox qayğılı, çox sevəcən, sizə hər daim dəstək olan insanlarla, valideynlərlə böyümüsünüzsə, artıq sinir sisteminiz bu sahədə rahatlaşır və o baza duyğunun həssasiyyətini artıq aşağı səviyyəyə salmağa başlayır ki, bizim buna ehtiyacımız yoxdur. Çünki biz insanlığa, qəbul edilməyə qarşı olan o ehtiyacı artıq ağzına qədər doldurmuşuq və bunu çöldə bayırda heç kəsdə axtarmağa ehtiyac yoxdur. Bu nöqtələrdə biz artıq iki insanın fərqini görə bilirik ki, nəyə görə həmin iki insan fərqli reaksiya verir. Tamamilə həssasiyyət məsələsidir. Yəni, bu sözü deməyə çox xoşlamıram. Amma bəzi şeylərə çox mistik, çox sehirli bir hal kimi baxdığımız üçün arxasında duran məntiqi başa düşmürük. Nəyə görə bir insan məni sevmədiyi zamanlarda qəlbim ağrıyır? Burada bir mistik həqiqət axtarırıq. Amma daha dərindən baxanda görürük ki, zaten beynimizin alışmış olduğu bir hissdir, bir duyğudur. Biz bu duyğunun öhdəsindən bu hisslər üzərinə gedərək, bunların üstündə işləyərək də gələ bilərik. Yoxsa çox mistikaya getdikcə zaten dərinə batmağa başlayırsınız zamanla. İşin ən maraqlı, ən lazımlı tərəfi nədir? Burada həll yolları və praktik məsləhətlər var ki, sizin üçün çox kömək edəcək ki, nələr etsəniz həqiqətən sizə daha çox fayda verər ki, bu məsələnin üstündə işləyəsiniz və şəfalanasınız. Birincisi, özünüzə bu sualı verin. Əgər bir məhkəmə olsa, əgər bir çıxış yeri olsa, mən bu insanların həqiqətən məni sevmədiyinə, məni saymadığına, qəbul etmədiyinə dair konkret bir sübut verə bilərəmmi? Bu sizə kömək eləyəcək ki, qarşınızdakı insanın hərəkətinin illüziya və yaxud da real olduğunu görəsiniz. İkinci olaraq, o fokusunuzu oradan bir çəkin. Özünüzə sual verin. Bu insanı mən həqiqətən sevib sevməməyi üstün tuturam ya da o insanın məni sevib sevməməsini daha üstün tuturam. Yəni burada duyğularınızın fokusunu dəyişəcəksiniz ki, bir nöqtədə. Mənim onları sevməyim və yaxud da sevməməyim daha önəmlidir, yoxsa onların məni qəbul etməməsi və yaxud da etməsi daha önəmlidir? Bu sizə fokus məsələsində kömək edəcək ki, bunun üstünə gedə biləsiniz. Və digər tərəfdən də bu məsələləri hər düşündüyünüz zamanlarda, hər rədd edilmiş və yaxud da qəbul edilməmiş, sevilməmiş olduğunuzu düşündüyünüz anlarda anlayın ki, bu əslində mistik bir şey deyil. Mən bu dəqiqə beynimdə olan həmin o proqrama düşürəm və onun köləsinə çevrilməyə başlayıram. Bu nöqtələrə diqqət yetirdiyiniz zaman artıq beyninizi konkret bir maddə kimi görməyə başlayacaqsınız və hansı duyğu zamanı hansı hissənin aktivləşdiyini, niyə aktivləşdiyini də görəcəksiniz. Və inanın mənə, məntiqli tərəfini görməyib mistikaya düşdüyünüz zamanlarda daha da batacaqsınız, daha da qurban psixologiyasına düşməyə başlayacaqsınız. Və bu bilirsiniz nəyə oxşuyur? Sanki bir kənarda su qaynayır, amma siz bu suyun qaynamasını, onun buxarını bir yanğın siqnalı kimi görməyə başlayırsınız. Nə zaman ki, bu duyğuların üstündə işləmirsiniz, onların üzərinə getmirsiniz. Ona görə də beyninizin həmin anlarda illüziya yaratmadığına tam şəkildə əmin olun. Tam şəkildə özünüzü əmin edin ki, mən hal-hazırda hansı duyğuma düşürəm. Uşaqlıqdanmı yaşamışam bu şeyi? Ya da kimdənsəmi görmüşəm ki, bu məndə artıq zamanla travma yaratmağa başlayıb ki, birinin məni hansısa bir şəkildə görməməsi həmin dəqiqə ölmək deməkdir, bitmək deməkdir ya da qrupdan ayrı düşmək deməkdir. Bu sahələrdə tam şəkildə sinir sisteminizi rahatlaşdırın və özünüzə həqiqətən göstərin ki, mən qrup daxilində olmasam belə və yaxud da hər hansısa bir insanın yanında olmasam belə, zaten özümü qoruyacaq qədər güclü və ilahi bir varlığam. Bunun üçün kənardan gələ biləcək heç bir dəstəyə ehtiyacım yoxdur və onun da olmadığı zamanlarda ölümlə üzləşmiş olmuram. Ümid edirəm ki, video sizə çox faydalı oldu və bura qədər izlədinizsə, həmin sizin də o yaşadığınız ağır anları və nəyi özünüzdə illüziya kimi yaradıb qəbul edə bilmədiyinizi şərhlərdə mənimlə bölüşün. Sizinlə orada söhbət etmək də mənim üçün çox xoş olar və videonu da bəyənib kanala abunə olmağı unutmayın ki, yeniliklərdən ilk siz xəbərdar olasınız. Hər birinizi uğurlar.